Salam, əziz bürclər. 8 iyulun ulduz falı proqnozuna xoş gəlmisiniz. Günün enerjisini düzgün istiqamətləndirmək və ulduzların sizə hansı mesajları göndərdiyini anlamaq üçün gəlin proqnozumuza keçək. Qoç. Salam, əziz qoçlar. Bugün sərhədləri aşmaq və yeni zirvələrə çatmaq üçün qarşınızda heç bir maneə yoxdur. Səhər saatlarında aldığınız bir xəbər planlarınızda müsbət dəyişiklik etməyə imkan verəcək. İş yerindəki gərginliyi öz enerjinizlə sakitləşdirməyi bacaracaqsınız. Ancaq diqqətli olun, tez qərar vermək vərdişiniz bəzən vacib detalları görməməyə səbəb ola bilər. Bugün hər şeyi biraz daha dərindən analiz etmək sizin üçün qazanclı olacaq. Axşam saatlarında sevdiklərinizlə keçirəcəyiniz bir söhbət bütün günün stresini üzərinizdən atmağa kömək edəcək. Özünüzə inanın və liderlik keyfiyyətlərinizi istifadə etməkdən çəkinməyin. Buğa. Salam, əziz buğalar. Bugün maddi və mənəvi tarazlığı qorumaq sizin üçün prioritet olacaq. İş həyatınızda sabitliyi qorumaq üçün daha səbirli davranmalısınız. Günortadan sonra yeni bir investisiya və ya maliyyə planı ilə bağlı qarşınıza fürsət çıxa bilər, lakin qərar verməzdən əvvəl bütün riskləri ölçüb biçin. Şəxsi münasibətlərinizdə isə bugün anlaşılmazlıqların aradan qalxdığı, sevginin və dəyər verdiyinizi hiss etdirməyin ön plana çıxdığı bir gün olacaq. Axşam saatlarında sakit bir mühitdə, məsələn, təbiət qoynunda və ya evinizdə rahatlanmaq, daxili enerjinizi bərpa etmək üçün ən yaxşı seçim olacaq. Əkizlər. Salam, əziz əkizlər. Bugün ünsiyyət bacarıqlarınızın ən yüksək zirvədə olduğu bir gündür. İnsanlarla olan diyaloqlarınızda elə bir təsir gücünə sahibsiniz ki, istədiyiniz nəticəni asanlıqla ala biləcəksiniz. İş mühitində yeni ideyalar irəli sürmək və ya komanda işində rəhbərliyi ələ almaq üçün əla vaxtdır. Günün ikinci yarısında qəfil gələn bir dəvət və ya təklif planlarınızı dəyişdirə bilər, amma qorxmayın, bu dəyişiklik sizin üçün olduqca maraqlı bir macəra və ya yeni bir tanışlıq deməkdir. Daima hərəkətdə olun, çünki bugünün enerjisi sizi durğunluqdan qurtaracaq və qarşınıza yeni qapılar açacaq. Xərçəng. Salam, əziz xərçənglər. Bugün duyğularınızın rəhbərliyi altında hərəkət edəcəksiniz və intuisiyanız sizi heç vaxt aldatmayacaq. Ailə məsələləri və evinizdəki rahatlıq bugün sizin üçün hər şeydən daha vacib olacaq. İş yerindəki çətinlikləri də şəfqətli yanaşmanızla asanlıqla aradan qaldıra biləcəksiniz. Günün ortasında keçmişlə bağlı bir xatirə sizi nostalji bir ruh halına salsa da, bu enerjini müsbətə yönəldib yaradıcı bir işə başlamaq üçün istifadə edə bilərsiniz. Axşam saatlarında yaxınlarınızla birgə olmaq, onlara olan sevginizi bölüşmək sizə böyük bir xoşbəxtlik gətirəcək. Hər şeyi ürəyinizlə həll etməyə çalışın. Şir. Salam, əziz şirlər. Bugün səhnəyə çıxmaq və özünüzü göstərmək üçün ən uyğun gündür. İradəniz, cəsarətiniz və özünüzə olan inamınız ətrafdakıları valeh edəcək. İş həyatında yeni bir layihəyə başlamaq və ya uzun müddətdir gözlədiyiniz bir qərarı qəbul etmək üçün kainat sizə yaşıl işıq yandırır. Ancaq unutmayın ki, gerçək liderlik başqalarını dinləməyi və onların fikirlərinə də dəyər verməyi tələb edir. Günün ikinci yarısında yaradıcı enerjinizin artdığını hiss edəcəksiniz, buna görə də özünüzü ifadə edəcək hobbilərinizə vaxt ayırın. Parıltınız heç sönməsin, bugün uğurlar sizinlədir. Qız. Salam, əziz qızlar. Bugün hər şeyin təfərrüatına varmaq və mükəmməl nəticə əldə etmək üçün fürsətiniz olacaq. İş mühitindəki nizamı təmin etmək və ya qarışıq sənədləri, planları yoluna qoymaq üçün çox məhsuldar bir gündür. Sizin diqqətli və analizçi yanaşmanız hamının diqqətini çəkəcək. Günortadan sonra sağlamlığınıza biraz daha çox diqqət ayırın, bədəninizin sizə verdiyi siqnalları görməzdən gəlməyin. Axşam saatlarında sakit bir ortamda dincəlmək, kitab oxumaq və ya zehni yorğunluğunuzu atacaq bir məşğuliyyətlə məşğul olmaq sizi sabahki günə daha enerjili hazırlayacaq. Tərəzi. Salam, əziz tərəzilər. Bugün həyatınızda tarazlıq və harmoniya yaratmaq üçün çox gözəl bir fürsət yaranacaq. Münasibətlərinizdəki kiçik gərginlikləri diplomatik bacarığınızla çox asanlıqla aradan qaldıra biləcəksiniz. İnsanlara kömək etmək, ədalətli qərarlar vermək sizin üçün bugün olduqca təbii olacaq. Günün ikinci yarısında estetik zövqünüzü oxşayacaq bir hadisə, məsələn, gözəl bir musiqi dinləmək və ya bir sənət əsərinə baxmaq sizə böyük ilham verəcək.
Zərifliyinizlə addımlayın və ətrafınızdakılara sevgi saçın. Bu gün sizin üçün həm dinc, həm də çox mənalı bir gün olacaq. Əqrəb. Salam, əziz əqrəblər. Bu gün dərin düşüncələr və sirlərin açılması günü olacaq. İntuisiyanızın sizi apardığı yerlərə cəsarətlə gedin, çünki bu gün əldə edəcəyiniz məlumatlar gələcək planlarınızda çox vacib rol oynayacaq. İş həyatında strateji addımlar atmaq və rəqiblərinizdən bir addım öndə olmaq üçün ideal zamandır. Günün ikinci yarısında özünüzə qapanıb planlarınızı gözdən keçirmək və şəxsi inkişafınızla bağlı qərarlar vermək sizə uğur qazandıracaq. Qorxularınızla üzləşməkdən çəkinməyin, çünki bugün hər şey sizin lehinizə işləyir. Ox atan. Salam, əziz ox atanlar. Bugün macəraçı ruhunuz sizi yeni kəşflərə səsləyir. Monotonluğu bir kənara atın və günü maraqlı hadisələrlə doldurmağa çalışın. İşdə və ya şəxsi həyatınızda yeni bir şeylər öyrənmək üçün əla vaxtdır. İyimserliyiniz və pozitiv enerjiniz ətrafınızdakıları da yoluxduracaq, buna görə də sosial mühitlərdə daha aktiv olun. Günün ikinci yarısında gözləmədiyiniz bir xəbər və ya qısa bir səyahət planı sizi çox sevindirəcək. Azad olun, cəsarətli olun və günün hər anından maksimum zövq almağa çalışın. Oğlaq. Salam, əziz oğlaqlar. Bugün sizin üçün çox ciddi və məhsuldar bir iş günüdür. Zəhmətkeşliyiniz və intizamınız sayəsində hədəflərinizə bir addım daha yaxınlaşacaqsınız. Rəhbərlik və ya həmkarlarınızdan gələn müsbət rəylər gördüyünüz işin dəyərli olduğunu sübut edəcək. Ancaq gün ərzində özünüzü çox yükləməməyə çalışın, uğur qazanmaq vacibdir, amma özünüzə də qayğı göstərməyi unutmayın. Axşam saatlarında evdə ailənizlə və ya doğmalarınızla keçirəcəyiniz sakit bir vaxt bütün yorğunluğunuzu çıxarmağa kömək edəcək. Addımlarınızı əminliklə atmağa davam edin. Dolça. Salam, əziz dolçalar. Bugün yaradıcılığınızın zirvəsindəsiniz və heç kimin ağlına gəlməyən ideyalarla çıxış edə bilərsiniz. Fərqli düşünmə tərziniz sizi ətrafınızdan seçdirəcək və böyük uğurlara aparacaq. İş mühitində və ya sosial layihələrdə qeyri-adi təklifləriniz hamı tərəfindən rəğbətlə qarşılanacaq. Günün ikinci yarısında bir dostunuzdan gələn təklif, gələcək planlarınızda köklü bir müsbət dəyişiklik edə bilər. Qəliblərə sığmayın, öz orijinal yolunuzla getməkdən çəkinməyin. Bugün sizin üçün kəşflərlə dolu bir gün olacaq. Balıq. Salam, əziz balıqlar. Bugün daxili dünyanızın sakit və şəfqətli enerjisi ətrafınıza yayılacaq. Başqalarına yardım etmək və anlayış göstərmək üçün bugün çox uyğun bir gündür. İş həyatındakı qarışıqlıqları sizin diplomatik və mülayim yanaşmanız asanlıqla həll edəcək. Günün ikinci yarısında özünüzü yaradıcı bir işə, bəlkə də sənətə və ya xəyallarınıza həsr etmək mənəvi dincəlmənizə kömək edəcək. Hər şeyi kainatın axışına buraxın və özünüzə inanın. Bugün sizin üçün sevgi, şəfqət və mənəvi inkişaf günü olacaq. Gününüz uğurlu və xoşbəxtliklə dolu olsun, növbəti proqnozda görüşənədək.